Ben Gabriel. Bugün sizlerle birlikte yeni bir video ile karşınızdayım. Dostlar, bir dostumuz yorumda Şaki'ye 04 kariyer istemişti. 10 kariyerini çəkirəm. Dostlar, bir de yeni indi hiyləli gələcək ha güncəlleme. Onda dostlar, İngiltere'nin 6. ligindən 1-ci ligə yüksəlmək bəlkə gəldi. O da Müslüman oyuncularla elə bir şey də eləyə bilərəm. Hələ ki bu kariyeri çəkirik. Güncəlləməyə deyəsən az qaldı. 10.3 hiləsinin çıxmağını mən bilən. Gördüyünüz kimi dostlar, Almanya 2-ci liqasındayıq. Dostlar, videonun həddəfi odur ki, Konferans Ligi, Avrupa Ligi, Şampiyonlar Ligi fərqi yoxdur. Birini qazanan kimi, yəni bu kariyer bitəcək. O sizə deyim. Kadronu göstərim buradan. 2 dənə türk oyuncu var. Dostlar, Japon, Erməni, Koreli, bir də ki Çinli oyuncu oynadan alıb satacaq, yəni onlar video dışıdır. Oradan qalan pul da bizə qalır, yəni. Kural od elədi. Bu da bizim qapçımız. Yox, qəşəng versə sataq geçsin. Sataq geçsin. Getdi. İlkdən satış eləyərək başladıq. Taktikimiz çox pisdir. Dəyişdirəcəm. Belə. Yox. Bax belə. Belə yaxşıdır. Bizə bir dənə RB. Bunu belə. Bunu da belə. LB olaraq bunu qoyduq. Dostlar, indi kadrodan bir iki adam satım görəsən. Qoy bir oyun irəliyə görə oyunculara təklif gəlsin. İki 0 qəşəng. O 60'da LB'mize təklif var. Zaten oynatmırıq. Görək nə qədər verir. Hələ çıxır da. 722'ye satacağım dostlar. Və bəli, qəbul elədi. 2 dənə satdıq oyuncumuz. 2 dənə oyuncumuz getdi takımdan. İndi bizə lazımdır. Bunu belə qoyaq. Bizə lazımdır. Bir dənə kadronu ayarlayaq. Bu belə oynasa. Bu da belə oynasa. Yaxşıdır ha belə. Bizə lazımdır dostlar bir dənə LB. RB. Dəfasımız çox zəifdir. Görək oyuncu tapa bilirik RB-lik. Cavan olsun, çünki bu kariyer mənim fikrimcə çox çəkə bilər. Bu qəşəngdir məncə. Romadan transfer eləyək. Yeni transferimiz qoyduq və savunmamız gücləşdi qəşəng. Bunu satacağım dostlar, təklif gəlməsə. Sonra bizə bir dənə LB lazımdır 65. O mövqeydi zəifdir. 4.1 milyon pula görək tapa bilirik. Oy. Ona çatmır, amma buradan olar. 22 yaş deyək. Benfica. Bunların orta yapısı çox güclüdür. Çıxarda bilirlər oyuncular. Biz İsrailini ilə transfer eləyəcəm. 4.1. Qəbul eləmədi. Bu neçə yaşı var? Elə bizə bunu transfer eləyək. İtaliyalının. 3.7 verək. Qəbul elədi. Savunmamız 69'du. Görək neçə oldu? 71 qəşəng. Bir iki oyun irəliyə görə oyunculara təklif var. Bunu belə eləyək. 1-0 tutduq. Almanya Kubokun Bayern Münih kazanıb.
Yox təklif elə o 68, 63-lük sataq getsin. Boş-boşuna yer tutur. Almaniyalı oyuncular azalır takımda. Bu Sandra Foruda satacam getsin 62-liyi. Çox zəifdir, gəlişməyib. Getdi. Başqa. Bir də bu 59-luğu satacam Uruguaylı. Bu hara getdi? Bu da getdi. Всё. Kadronun sonu alın göstərim dostlar. Gördüyünüz kimi. Türk oyunculara dəymədi. Hələ də oynayırlar kadroda. Və ligin ilk maçı. Bu arada burada Mahir də var. Mahir. Görək onlar da yüksələ biləcək bizlə. İlk maça başladıq. 2-0 qəşəng. Heç olmasa dostlar birinci tamamlayamasıqda playoffla yüksəlsək yaxşı olar. Bu arada sizə deyim video uzun olacaq. Yəni çalışacağım bir bölümdə bitirim. Çünki 10.3 hiləsinə çox az qalıb mən bilən. Gəlməyinə. Qəşəng 2-də 2 ilə gedirik. 4-cüyük. Bunların kadrosu belə güclüdür bunlarda. Playoff oynayır ki, yox belə güclüdür. 5-1 utduq. Və bəli birinciyik. Kümə düşən takımlar bunlardı. Və 4-0 heç uduzmuruq. Bax qəşəng. Qəşəng gedirik. Posa bu qırmızı kart görməyə bu hansı oyuncu idi pis oldu. Qırmızı kart görən oyuncu xoşuma gəlmir də. Yox, bilirsiniz nətər dostlar, görəli o da, yəni hani tək qalmısan, 2 nəfər hücuma çıxır, sən tək qalmısan müdafiində. Onda qırmızı kart görməyə dəyər, faal eləyib. Dəqiqəbaşı bizimkilər qırmızı kart görməyə mənasızdır. 67-lik cıbeyni də satacam. Bu da geçsin. Bunu da satdıq getdi. Всё. 2 milyon bütçəmiz var. 2 milyona transfer eləyənmərik məncə. Birinci olaraq rahat yüksəlsək Almanya birinci liqasına qəşəng olar. Hələ ki birinci davam elətdiririk. Çox qəşəng. O 90'da yediğimiz gol. İkinciliğe yerlədik. Olsun uşaqlar olsun. Buna göre kırmızı kartı bitti. Və kubok maçı. Dostlar mən bilən Almanya kubokun qazansıq. Konferans ligi ikinci eləmədən başlaya bilirik. Mən bilən. Və Almanya komandasına baxın Türk logosu qoyub. Oo. Mən bilən yəni bu kuboku qazansıq çox çətindir. Bilirəm yəni güclü komandalar var, amma qazansıq Konferans ligi ikinci eləmədən gedə bilərik. Çalışacağım dostlar. Böyük rəqiblər gələndə özüm oynayayım Almanya kubokun. Görüm ondan nə qara bilirik. Oo 8-0'dur bir Türk komandasını qoyanın Bayern Münih. Abi kırmızı kartı az gör də, söydürəsən özü. Lig də bizim üçün önəmlidir. Bir daha Almanya'da ikincidə qalmayaq. Bərabərlik. Üçüncülüyə çıxdıq. Pis oldu bu. Bunların kadrosu nədir belə? Qəşəng kadroları var. Almanya'ya baxanda ikinci kadrosuna. Ama bunlardan da 3-4-1. Dördüncülüyə çıxdıq. Bunlara qapçı satmışdıq ya ilk 11'dədir. Davay uşaqlar, davay. Qələbə. Bunu belə qoysam 73 ilə oynayır. Amma yox, sən öz yerində oyna. Və 3-1 qəşəng. Bunların kadrosu. Təzən üçüncülüyə çıxa bildik.
Birinci ilə ikinci çox güclü gedir. Bax dostlar, Japon oynadır bizi. Bizi buradan Japonun dəyərinə baxıb pul götürəcək. Japon oynadır. Dəyəri bilinmir. Dostlar, mən bir 10 milyon götürəcəm. Çünki dəyəri bilinmirəm də. Dostlar, bu arada indi deyərsiniz kural dışıdır. Gedir ofisi videolarıma da baxa bilərsiniz. Yəni Japon, Çin oynadan alıb satırıq. Yəni onlara videolara salmırıq. Oradan qalan pul da bizim olur. Yəni oyunçusunu biz oynadamırıq, biz də satırıq. Bir buna 5 milyon qəbul elədik eşək. Ben indi oyuncusunu satacağım, mən də oynatmayacağım. Oradan qalan pul da bizim, yəni öz haqqımızdır da, nə deyim. Getdi təzən Almanyaya. O yenə alıb satacaq. Bizə bir dənə BMW lazımdır, 67 üstü qəşəng. Kadromuz gücləşsin. 8.2 cavan olsa yaxşıdır. Cavanlar gəlişir. 8.2-yə. Bu nə məsəl üçün? Yox, çox şeydir. Bahadır. 28 yaş nə idi sən? Bunun 28 yaş. Elə bunu götürək elə aradan. Bunların neç yaşı var? Yaş. Elə Almanyada oynayan bunu götürək. Bunlar da bir də pul ölçəcək. Elə belə verdik. Qəbul elədilər qəşəng. Mən biləm bu klub Almanya 1-ci liqasından mübarizə aparır, hə. 70'di orta sahamız. 72 oldu qəşəng. Kadroda neçinə əlləməyəcəm, qoy belə qalsın elə. Çox qəşəng kadromuz var dostlar. Birinci, yəni olma ehtimalımız %80%. Posta biz 3-cü ligdən çıxmasıq yaxşıdır, playoff oynaya bilək. Nə oldu, bizdən aşağı takımlar bizə 4 atır. Kadroya da bir dənə yoxlayayım. Bizim ən yüksək overall oyuncumuz hansıdır? Bunu belə qoyaq. 76'lığa qoy verək kaptanlığı. Все. Kadro dostlar. Belədir ki, Türk oyuncumuz da oynayır. Bu arada dostlar, kimləri sataq, kimləri satmaya yorumlarda bildirə bilərsiniz. Yenə bərabərə. Pis olur ha bu özü. Almanya kubokunda gələn rəqibə bax. Oy. Evlə zəif takım var. Bizə niyə bunu versən bana deyərlər. Bunu dostlar özüm oynamayacağım. Simülə eləyim. Görüm nətər olacaq. Takım nə qara biləcək. Gol 2'dən gol 3. 4. 4-0 ələndi kubokdan. Zaten en güclüsünü bize attı ki elənək kubokdan oyun. Kuboku qazansaydık belki de Konferans liginə gedərdik. Heç olmasa ligdə düşməyək. Bir gol zad atıyor. Ne dəqiqə başı biz gol yedik. 70'li cübeyimizə təklif var. İlk 11'de oynayır, satamayacağım. Özə 500K'ya kim oyuncu satır? Eyüp gəlib, Eyüp az verir. Satmayacağım. Rəqibin kadrosuna baxaq. Biz bunlara deyəsən dostlar Japon satmışdıq elə. Bu daha. İndi o Japonu təzən ən aşağı dostlar 10 mindir deyə 10 min götürürəm. Bu Japonu indi təzən sataq. Götürüb.
Japon oyuncular bezdirir də mə, belə karyerdə. Dəqiqə başı götür sat, götür sat, götür sat. Yenə getdi Almaniyaya bax. Əl çəkmir Almaniyadan. Bir dənə götürək 68 üstü. Kadromuz qəşəngləşsin. 8.8 yoxdur. Cavan olsun, cavan, cavan olsun bir dənə. 8.8-ə. Oo, 26 yaş. Bizi çox qocadır. Bu 24. Bunu direkt satsa yaxşı olar, satmırıq da. Bunu götürək dostlar, Norveçdir. Ajax'da oynayır. 8 verəcəm. Qəbul elədi Ajax. Yeni Norveçdə oyuncumuz. Kim çıxır? Qanalı çıxır deyəsən hə. Onun yerinə bu gəlir. Kadromuz daha da gücləşir. Bu çox qəşəng olur həqiqətən bizim açımızdan. Bu 65'liyi düzü göndərək getsin. Getdi bu da Almanyaya. Всё. Yaxşı yox, yəni Kaiser'də Mahir qarşımızdadır. Görək nə tür olacaq. Bir surutluq qəşəng. Mahir 50 nokta reytinglə oynayıb. Bizim qabağımıza hansı rəqib çıxsın udmalı yox. Bizə bir dəqiqə elə vacibdir. Və biraz hücuma çıxın da. Bu nədir bu? Komanda 10-cu bizi istəyir. Girməyəcəm. Bunlar da Japon oynadır. Bunların oynamışıq dostlar. Deyəsən uduzmuşuq mən bilən. Bunlardan üzü oynadı deyə 10 milyon yenə götürməliyik. Japon oyuncular bildiyiniz kimi başda demişəm, oynamaq olmaz yəni bu karyerdə. 69 üstü bir dənə CB ver bizə. Ya hücumçu götürsün yaxşı olar. Təbbətəyə çox gedə bilər. Buradan bizə 10 milyona bir dənə hücumçu. Bunu kiralayırsa kiralasın. Eləmir. Yaxşı olsun, belə cavan olsun. 19 yaş, Marsilyo'da. Sezonun sonunacan bu bizdədir elə. Yəni ondan sonra da bizdə ola bilər. 22 yaş var onun başım bırax. Və yeni hücumçumuz o çox gəlişəcək. Bu da bunu sataq gitsin 65'li Fransalı. Görək bu da Almanyaya gedəcək. Hə. Oyuncular Almanyadan əl çəkmir. Kadromuzun 69.000 dəyəri var. Haydi uşaqlar, yəni rəqibi mən belə baxıram rahat keçərik. Yeni santrafor zat. Rahat keçərik dediyimiz biz odur. Görüm Almanya Bundesligasında nə qədər var tanımağına. Az var uşaqlar. Birincilik yüzü əldən qaça bilər ha. Gələcək oyunlarda. 6-1 qəşəng. Üçüncü bir dənə uduza geçsə biz ya ikinciliyə oturuq rahat yüksəlir birinciliyə. İkinci ilə birinci rahat yüksəlir. Üçüncü playoff oynayır. Sakatlanmağa vaxt tapdı neysəndə. Hadi uşaqlar. Hücuma tez çıxın. Gol atın, gol. Qəşəng. Üçüncüdür bu ya. Pis oldu bu. Bizi keçən rəqib elələnib. Bunları müdafiə meyilli eləyəcəm. Biraz da əks ucum. Bu Japonu sən yenə vermə. 69'luq. Bezdim üzüyü mən o oyuncudan. Adam 40 dənə takım dəyişdi. Ata git başqa ölkəyə. Nə sən nə sırtıq Japonsan. Getdi axırı öz ölkəsinə. Canımız tardı, всё. Bizə heç bir xeyri yoxdur. Olsa
Hər Almaniyaya gedəndə qarşımıza çıxanda satırıq alıb. Bizə xeyirlidir. Bizə bir dənə 69 üstü cübi. Müdafiə dəv olsun, dəv. Ramos istəyirik, bir dənə Ramos. Buraxmasın müdafiədən. Çoxdur. Qoca çoxdur istəmirəm dostlar. Bunlar qoca düzey. Onda biz belə götürək. 22 yaş. 22 yaş, 75 oval. 9.6 verəcəm. Qəbul eləmədi. Özü Almaniyalı bir oyuncu da. Avustriyada oynayır. Qəbul elədi. Yeni Alman oyunçumuz. Türk oyuncu çıxır. Alman oyuncu girir. Belə qoyduq. Kadro 180 minə çatır kadro. Qəşəng. Takımda çox cıbey olmağa başladı. Bu 66'lığı göndərək getsin. Getdi Arjantin elə. Kadromuz belə. Çox qəşəng kadromuz var. Məncə biz rahat yüksələrik. Gol vurun uşaqlar. 2-1 qəşəng. Bu üçüncü nağarı budur be Kayser səyahətini. Davay uşaqlar, davay. Kadromuz çox qəşəngdir yəni. 1-0. 1-0 tutduq qəşəng. Rəqibin ağarıb üçüncü. Uduzub qəşəng. Qəşəng. Yaxınlaşırıq üzəyə ona. Üzəyə yaxınlaşırıq. 2-0 tutduq qəşəng uşaqlar. Kariyer dostlar qəşəng gedir. Bir dənə bu ikinci ilə üçüncü uduza geçsə bizim üçün yaxşıdır hər şey. 2-3-0 bunlar da qəşəng. Bərabərə qalıb o. Bir xalımız çatmır. Bir xaldan sonra üçüncüyük. Playoff şansımız daha da artır. Bunlardan da xal ala bilsək. Qəşəng. Rəqib nə qarıb rəqiblərimiz? Udublar, pis oldu bu. Olsun. Santrafor, səndən də qolları gözləyirik. Ay. Bir dəqiqə dostlar, mən buradan bir dənə oyuncu götürəcəm. Yəqin ki, çox uza bilsiniz. Nasıl idi o? Budur. Buna bir 300k verək, görək satsın bizə. Satdı da. Bu Zerato çox gəlişir dostlar. Baxın 85-89 arası. Hələ ki o oynamayacaq. O vol aşağıda deyə. 23 dəqiqəli kayıtdayım. 2-0 qəşəng. Bunlar uduzsa yaxşı olacaq. Üçüncülüyə üzey salamlarımızı bildiririk. Samsun. Korxunaz deyində. Və əzəli rəqibimiz gəldi, çatdı. Bunları utsaq üçüncüyük. Bu maç özdə bizim evdədir. Vacibdir ki, nə vacib? Bərabərə. Bax, bu pis oldu. Rəqibə yaradı bu bərabərlik işi. Beşiktaş Avropa Ligi'ndə. Hadi inşallah bu sezon Almanya ikincidə qalmıyor. Yanlışlıqla özüm oynamaya bassım. Ay neydi? Heç nə olmaz oynayaraq. Açdıq ortanı. Fransız oyuncumuz top ağlardan getdi. Yenə hücumduyuq. Bax, belə kəllünlə indirsin. Asistə bax. Asistin gözəlliyinə bax. Kəllə ilə asist elədi, qəşəng.
Sarı kart görən olsa ikinci hissədə çıxardacağım. Hələ sakitçilikdə heç kəs görmür. Kırmızı görməsinlər deyə. Ön takıma güc basaq. Hesabları dostlar, kim hansı takım hesabı açır, buradan oxuya bilərsiniz. Əgər sizin də Almaniyada tutduğunuz takım varsa. Oy 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 oy, asistə bax. Çox qəşəng. Çox qəşəng oynayırıq. Kariyer sarır. 2-0 rəqib uduruq. Bir dənə də orta, Kaputini açdıq, qaçır. Və son dəqiqə üçümüzü dəyişiklik eləyək. Всё. Bu maç burada bitti dostlar. 2-0 utduq. Rəqiblər də ududu gedir. Bir dənə bu üçüncü birinə uduzsa bomba olacaq. Bosu uduzmurlar. Amma uşaqlar biz bunları tutmağımız xeyirlidir. Var. Ayda pis oldu bu. Fərq getdikcə açılır. Beblə maç qalıb. Pis olur bax, pis olur. Belə çox pis olur. Udu da gedir rəqiblərdə. Bu birincidir, yox. Uşaqlar, gələ biz oyunları verməzdik rəqiblərə. Bərabərə qalıblar. Görəsən onlar bir də bərabərə qalsa biz averajla onları keçə bilərik. 32-28-ə çox qol atmağımız lazımdır onun üçün. Bax, məsəl üçün Kayseridə oynasa çox qol ata bilərik uşaqlar. 3-0. Rəqib bərabərə. Ay, olmadı bu. Olmadı bu. Bir dənə lig bitməsə 3 maç qaldı. 3 maç qaldı, 3 maç. Bir dənə rəqib biri ilə bərabərə qalsa o ikinci ilə üçüncülər. Yaxşı olacaq bizim üçün. Udaq uşaqlar, udaq. Bunun belə oyun içinə. Hətta qaldıq Almaniyada yenə. Bizim kadromuzun səncən dostlar 80.000 dəyəri var. 80.000'ə haran qoysun 100% şampiyon olar. Qaldıq yenə Almaniyada. İkincilikdə. Oyuncular çox yatıb. Elə bir Allah ki yatıblar. Çalışacağım dostlar, dediyim kimi kariyeri bir videolukta bitirim. Hala adam playoff'dan çıxdı birinci ligə. Almanya kubokunda Bayern Münih qazanıb. Belə bırçı nəticələr əldə edirik. Kadronun gör neçə milyon dəyəri var. Yaxşı yönetim bizi qovmadı. Bu sezon üzü yüksəlməliyik. Vsyoda Almanya kubokunda. Bax dostlar üzey. Zoratio'ya təkliflər gəlir. 2 milyon hansı klub 53 ovolu oyuncuya verər. Çünki bu gəlişir. Yox deyəcəm. Bizim üçün o önəmlidir. Görək kimlər var. Körüm düşüb, Sertantın düşüb. 3 klub düşüb elə. Yüksələnlər də bunlar. Görək bizdən kim yüksəlib. Üçü də yüksəlib. Üçü də kümə potasındadır. 0 xallarla hələ ki.
Biz bu maçı simülə eləyək. Təkliflərə baxaq görək. Satmıram, elə buna təklif gətirirlər bunlarda. Bizim bunu belə qoyaq Zeraton yerinə. Rəqibin kadrosu 1-0. Bizim için əsas ligdir. Lig. Dostlar, bu sezon bəlkə Almanya kubokunu qazansaq, tələffüsü olar ikinci sezonun. Ola bilər. Mahir buradadır hələ də. Beş-0 bax qəşəng başladıq. Davamı da gəlsin belə. Üç 0 Qəşəng uşaqlar, qəşəng. Burada çox güclü rəqiblərimiz olacaq. Gördüyünüz kimi dostlar. Onlardan da yəni bir iki oyuncu Japon oynatsalar qopartmaq olar. 1-0 qəşəng. Bax Üzey takım özünü tutdu. Bay birinci ilə gedirik. Qəşəng qalibiyyət ala gedirik hələk. Beşinci tur. 2-0, 3-0. 3-1 keçdik. Bizimkilər elə kümə düşüblər çıxan kimi də. Kümə düşürlər Üzey. Onlar qoy 2-yə gəlsin, biz 1-ə gedək. 5-0 qəşəng uşaqlar. Körüm də arxamızdan gəlir. Və kubokun ilk maçı. (2-0) Kubokdakı rəqibimiz bəllidir hələ. Bax bizə qəşəng atdı bu səfər. Kubokda zəif atdı. Üçüncü ligdə yarışır kubokdakı rəqibimiz. Və 3-1 uduzluq. 6-0 Nürnberg udublar. Olsun, hələ də birinciliyimiz davam eləyir. Ülümüyə oynayırıq qarşı. 3-0 utduq. Bu sezon biz çıxaq o Almanya'dakı. Bizim haqqımız. 3-0 qəşəng. Kayseri'də üniversite qəşəng gedir ha. Onlar da həmən arxamızdan gəlirlər elə bir ki. 4-0 bunları tutduq. Birinciliyi qoruyuruq hələ ki. Bir dənə körüm uduzsa, körümdən fərq açarıq. O da körüm hara uduzur. Və bunlarla bərabərə. Və körüm bizi keçdi, qalxdıq ikinciliyə. Amma üçüncüyə qəşəng fərq atmışıq. Ondan əvvəl kubok maçımız var. Kubokda 2 dənə bax qırmızı kart görüblər. Söyüm mən bunları. Yaxşı penaltilərdə bizim oyunçu ata bilib. 2 dənə özə hücumçusuz siz. Adamı belə çıxarmayın da özünüzdən belə. Bayern Münih. Bax bunu özüm oynayacağım. Özə Japon oynadırlar. Oy, qəşəng olacaq. Özə bunu özüm oynayacağım. Və rəqibə bax. Bunlar bu sezon yumarlandı ikinci ligə. Görək nə qara biləcək, uda biləcək bunları. 2-0 uduzduq. Körüm də udub. Oyuncumuz istəyi var.
Qanalı. Çox az versəni, çox az. 976-ya razılaşır. Bəlkə bu Qanalın. Yox, indi bir 2-3K-ya da oyuncu satmarıq da yəqin ki. Yox. Və rəqib körüm. Onlar da bizim kimi bu sezonun favoritidir. Birincilik üçün. Dərbi kimi sayılır, yəni ikincilikdə. Olsun duzluq, amma ikinciliyimizi qoruyuruq. O gəldi çatdı ki, üçüncüyük. Qalibiyyət tuda da getmək lazımdır, yenə fərq açmaq. 6-0 rəqibi darmadağın elədik. Körün bərabərə qalıb qəşəng. Nurmbekin kadrosu. Getməyəcək. Bunlar da Japon oynadır. Biz buradan 10 milyon götürməliyik yenə. Buradan qoy 10 milyon götürək. Kimdir o? Libedo. Çıx. Görək. 70 üstüzük, bizə qapçı lazımdır. Qəşəng qapçı. Hani cavan olsa qəşəngdir. 11 milyona da ki, hardan cavan oyuncu tapaq biz. 31 yaş. İdarə eləyər bizi. O da Zuron o dəqiqə satmır. Yox. Biz burada yaşa baxmayaq. Götürək birini. 36 yaş. Bunu kiralasa yaxşı olar bu sezonluq. Gələn sezon qaytararıq, o sizə əməkli olacaq. Heç olmasa sən. Bu da kiralamır bu. Ay, yox, biz belə qapçı götürəməyəcəyik. Aşağılardan götürək bir dənə qəşəng sağlam. Qapçıların da qiyməti belə qalxıb. 27 yaş. 26 yaş. Buranın yaşına baxaq. 26 yaş bunda da. Dostlar, bəlkə özəli götürürük. Lilin qapçısı Avropa Liqində qəşəng penaltilər çıxartmışdı. Görək Lil satacaq. Satmadı. Baxıcı bu qəriz oldu. Ya Monaco'da oynayanı götürəydi İsviçrəliyin. 9.3 qəbul elədi. Fisyo. Yeni qapçımız. Çox qol buraxmamaq ümidi ilə transfer elədik. 70'liyi 100'ü sata bilərik. Opsi sezon olsa 40 dənə qol buraxdı. Getdi Malvoya. 57 olub ki bu. Qəşəng gəlişir hələ. Dava uşaqlar. Yəni qapçımızı da gücləşdirdik. Çox qol buraxmayacaq ümidi varam. 38 dəqiqədə qayıtdım. Dostlar, bu videoya yəni çox izlənmə, çox like gəlsə yaxşıdır. Bax, o dostumuza görə neçə dəqiqədə qayıtdım. Kariyer istəmişdi deyə çəkirəm. Qəşəng 1-0, 2-0. Utduq qəşəng. İkinciliyi salmırıq da yəni. 68'i buradan şey eləsin. Çıxardaq o. Zeraton ilk olaraq yedəkdə başladırıq. Görək oyuna daxil olacaq yedəkdən. İlk oyun ola bilər bizdə. Daxil olsa. Qol da attı dostlar. Sağ ol sənin Zerato. O uşağı yedəkdə saxlayacağım, çıxarmayacağım. O uşağı burada saxlayacağım. Çox gəlişir o uşaq. Və Bayern Münih maçı. Bayern Münih'in kadrosundan o Japonu götürək ilk olaraq. ...30 yaşı var dostlar. Ona görə bir 40 milyon götürəcəm. Çünki
Bilinmir özü qiyməti, özü baha satar Bayern Münih. 20 milyona nə deyirsən? Yox dedi, gördünüz dostlar. Yaxşı 40-a, 44-ə qəbul elədi. Bunu sataq görək bizə nə qədər pul gələcək. Dostlar biz buradan bir dənə də 10 milyon götürməliyik. Çünki bildiyiniz kimi kural eləyidi. Bizə bir dənə qəşəysən. Amın ver 71 üstü. Orta saat çox vacibdir. 27 milyona. Kevin De Bruyne kiralayar. Hə. Bunu kiralayaq. Gələn sezon olsa futbolu buraxar. Hə, bu sezonluq kiralayaq. Niyə? Kiralayır o da. Oyuncusuz gəlmək istəmir Almaniyaya. Niyə? Tay özü bilsin. Olsa qocalmışdı, bir dənə də takım dəyişərdi. Özünə xeyri idi. Juventus'da oynayır. Juventus 27'ye razısan. Razıdır qəşəng. Yeni forvat. Amımız. Belə qoyduq. Все. Bu 68'i yapıp 69'u sataq geçsin. Kadro düzü yine doldu oyuncular. Getdi o da. Все. Başlayırıq Bayern Münih maçına. Yine Japon koydular bunlar. 79'luq görək bu nə tərdi. Görmürəm hələ ki. Bunun da qiyməti bilinmir. Bir buna 30 götürək. Ay Bayern Münih, ay Bayern Münih. Ne kadar Japon oynadırsan. 20 milyon. Qəbul elədi. Satdıq. Buradan bizə CB 71 üssü. Ya amı götürək dostlar qoy yenə. 73 üssü lazımdır çünkü bizə. Cavan olsun. Yoxdur məyəcə. Dostlar bu 25 yaşını götürək. PSV-də oynayır. Qəşəydir amıdır özü. Satdı PSV. Qəşəng. Kadromuz çox qəşəng oldu. Məncə bu takım Almanya ligində qəşəng girməlidir. 72'li sataq geçsin olsa. Kırmızı kartlı cəzalıdır. Getdi o da. Все. Yaxşı kadro çox qəşəngdir. Bunu qoyacağım yerinə. Və başladı Bayern Münih maçı. Çox çətin ola bilər. Bayern Münih güclü komandadır. Bir dəqiqə dostlar. Kadrosunu yoxlamadım. Hə, все. Özümüz oynayaq. Başladıq. Və hücumduyuq ilk dəqiqələrdən. Göydən ötürdük pası. Qarşımızda ulduz oyuncular var. Kopya zərbə vurdu. Qəşəng uşaqlar, qəşəng gedirik. Bayern Münih hücumda. Qəşəng qoymadı, halaldı müdafiəçimizə. 30 maçlarda şoklar açılıb. Oynadıq. Hadi hücumçumuz, səndən qol böyük gözləyirik. Gol! 1-0 qabaqdayıq, qəşəng. Qol buraxmayaq. Yenə hücumdayıq, qəşəng.
Topu çəkdik sağımıza, ötürməni verdik. Qapıya zərbə və qapıcı. Qəşəng başlamışıq. Bayern Münih yəni çox güclüdür. Başa düşmək olar. Zərbə və qapıcı qəşəng. Bu maçda qapıcımıza da böyük rol düşür. Biraz bir 2 dənə qurtarış eləsə yaxşıdır. Və ilk hissə bizim üstünlüyümüz bitdi. İkinci hissə. Oy, təpə-təkdə qapıcı qəşəngsən, halaldısa. Sarı kart görən yoxdur. Sarı ağzımdan çıxmışdı ki, qırmızı gördü. Olsun. 10 nəfər də bəlkə bacararıq. Hurricane sarı kart gördü. Hurricane. Bunu belə qoyaq. Yenə güc basaq. 85-ci dəqiqədə Zöratonu daxil eləyəcəm. Qapıya zərbə və qapıcı. Zerato gir. Zeratonun soxduğu oyuna. Qapıya zərbə və qapıcı qəşəng. Və bitdi. Bayern Münihi elədik. Bayern Münihi elədik kubokdan. Oy, Leverkusen elənib. Böyük takımlar elənib dostlar, şotlara baxın. Balaca takımlar hoqqa verir. Oy. Rəqib kubokda kim oldu? Hələ bilinməyib. Oy, böyük takımlar hoqqa verir, hoqqa. Ələndi hamısı. Gözlənməyəcək şəkildə. Vay. Çox qəşəng uşaqlar. Bayern Münih belə özümüz oynayıb keçdik, amma simülə etsəydi məncə keçənməzdik. Üçüncü bir dənə gəlməz, üçüncü duzmur demək olar elə. Bu forveti də belə salımla oynab bundan sonra. Ano. Gir oyuna. Zerato sən çıxartmalıyam. Oynadım bir neçə oyunlu kadroda. Ya niyə gir bir də oyna, hələ var. Senin qırmızı kartın bitməyinə. Zeraton ağarır bu. Bu Zeratonu heç çıxartmayayım, mənə elə gəlir yedəkdən. Qalsın elə yedəkdə. Və qəşəng. Zeraton oyuna daxil olmayıb bu oyun. Kubokdakı rəqibimiz hələ də bilinməyib. 73-lüyü qoyaq. Kimi çıxartsıq ya biz yaxşı olar. Bu kanalını çıxardacam. Bax belə yaxşıdır. O Zeraton çox olikon bir şansı tapsın. Körüm Dudu da gedir. Qırmızı kartlar üzey. Gəlib ki, nə gəlib. Almanya kubokunda rəqibimiz Frankfurtdur. Bunu da özüm oynayacağım. Frankfurtun kadrosu. Bunlar da Japon oynadır. Bu Japonu mən buradan da 40 milyon götürəcəm. Bu bir 20'cə yox 30'ca milyon verirəm. Qəbul eləmədi. Yaxşı. Bütün pulun hamısını verirəm. Qəbul elədi. Bunu buradan sataq. Getdi Fransaya. Buradan bir 10 milyon dostlar özümüzə götürüyor bilsiz. Bizə bir dənə qəşəngsən CB verir, müdafiəmiz güclənsin tabəssi.
Müdafiəmiz güclənsin. Van Dijk qocalıb. Bax, bunu götürmək olar. 37 milyon Juventus. Qəbul eləmədi. Bunlar çox qocadır. Bunların dəyəri də heç bilinmir. Bu 84 diye 30 neçə versəm qəbul eləyər. Dostlar, görüm kim transfer eləyəm savunmaya. Dostlar, Chelsea-dən götürə bildim oyunçunun 81-liyi. Chelsea-dən anca. Nə qədər adama təklif eləyirsən, heç biri qəbul eləmir. Bu 69'luq gedə bilər. Görək hansı ölkəyə gedəcək. Burada qaldı elə. Görüm ilk 11'ə saldı o. Görüm. Bundan sonra baxa bilərik anca. Almanya kubuku, rəqib Frankfurt. Yenə bunlar Japon oynadır. Mən bezdim bu Japondan. Da bu Japonları nə? Soyu tükənmir. Özə bilinməyən Japonlandı ha. Baxın dostlar. Kim bilir hansı mövqedə oynayır o. Buradan ölkələrdən tapaq o. Bir də Japonu tapmaq var. Yox dostlar. Daha. Savunmacıymış ki. Elə qoyub bu Frankfurt. 26 versəm qəbul eləyər mən bilən. Bunu sataq geçsin. Getdi İtaliyaya. Всё. Məncə tay görək rırı götürə bilirik 75'ü. Fərqi yoxdur, amı da olar. Dostlar, çox yoruldum həqiqətən də. 52 dəqiqədir video deyəm. Yəni like'ları biraz yüksək saxlayaq. Hamı görün heç Warzone üçün videoları çəkənlər. Heç 52 dəqiqəlik video çəkmir, amma mən çəkirəm. Napoli'dən belə bir bayrağın adını bilmirəm, amma tanış gəldi mənə bu bayraq. Adını bilmədim. Bu Almanyalının sataq geçsin, olsa bu daha qocadır. Ya birisinin görə dəyəri nə qədər, ikisinin də dəyəri eynidir. Ya bunu sataq ya. Getdi bu da bura. Almanya'ya. Всё, devam eləyək. Frankfurt'a görək bura kubok maçı. Kuboku qazanıb Konferans liqinə getmək istəyirik. Can uzun sarı vərəqə gördü. Hələ ki səssizlik idi. Bizdən heç kəs sarı vərəqə görmür, qəşəngdir. Nə biləm, o pisi dostlar şey eləməsə o salmaq olar. Bizim o hücumçumuz var ya, əsas hücumçumuz. O qırmızı kart görməsə o polnu sarmaq olar oyuna. Bunların qapısı nə oldu bu? Ederson çıxdı. Fonzat çıxdı içindən. Zerato 59'dur hələ ki. Bax, içəri girdik. Bu qapıcı nədə belə? Aha, Frankfurt gəlir. Frankfurt qapıcımız bizimdə. Oy. Çat ona. Qapıya zərbə qapıcı. Qoyma, uzaqlaşdır köşə. Qapıcımız bizi 100% qollardan xilas edir. Aman uşaqlar, aman. Burada neçəndən oynayır? Bir gol lazımdır, bir gol. Bunun buradan önünə atsam çatar ya, yine çatdı. Gol çatamadı. Hesab açılmayıb bizim maçda, deyəsən uzatmalara gedir.
Əlbəttə bu Frankfurt çox hücuma çıxmasa son dəqiqələrdə. Və bu tut. Və gol. Uşaqlar, cəld olun, bir dənə atak yakalayın. Çıxın hücuma. Bir dənə atak verməyəcək ya oyun. Bu sənin oyun içi və. Ay sənin oyun içi və. Yenə qaldıq Almaniyada. Qalmadıq, yüksəldik amma kubokdan eləndik. Pis olur da, bu pis olur da. Bax, bunların qırmızı görməyi bütün işimizin içinə poxun qoyur. Ona görə deyəm ki, qırmızı vərəqə görməyin. Görməyin bu andıra qalmış qırmızını. 500 dəfə görürsünüz sezon sonunda. Heç olmasa üçüncülüyü verməyək. Playoffsa da oynamayaq da bir də kimlər. Görün bizim uşaqlar nə qarıb. Çıxanlar, uşaqlar nə idi, takımlar. Elə kimə də düşürlər, qaydırlar elə üstümüzə. Və 3-1 körüm dudub. Sezon sonuna zaman belə gedək, yaxşı olar. Deyən kimi də qol yedik. Saltantanı bərabərə qalıb olar, qəşəng işin olmaz. Xalq fərqimiz var. 3-0 qəşəng. Onlar yenə bərabərə qalıb, qəşəng. İkinci deyəsən elə biz tamamlaya biləcəyik. Dörd 0. İkinciliyi qoruyuruq hələ. Dostum, bu arada o şarkı kariyeri istəyən. Bu videonu izləyirsənsə, bir dənə yoruma bir şey yazarsan bilərəm. Sənə görə çəkdim, yəni 157 dəqiqədir. Ərinmədim, dedim qoy çəkeyim. Frankfurt keçib. Dostlar, siz də nə kariyerlər istəyirsiniz, yorumlara yazın. Əlimdən gəldiyincə çəkməyə çalışıram. Bax, bu dostumuz neçə vaxt istəyir bu kariyeri yazır. Fenerbahçe kariyeri girmişdi araya. Ondan bəri yazırdı. Ona görə mən kariyerini eləyirəm. Böyük ihtimal dostlar, bu videonu bitirmək zorunda qalacağım. Çox yoruldum həqiqətən də. 58 dəqiqədir kayıtdayam. Adamın belə yorulur. Və birinciyik amma biz. Birinciyik. Nə qədər maç qalıb? 3 dənə. Bu 3 dənə maçda birinciliyi verməsi yaxşıdır. 2-1 tutduq. Körüm dudub. Kubok xəbəri bizə gəldi. Və bunu belə qoyduq. Sən də belə. Bu da belə. 2-0. Və son maç 6-0 tutduq və sonunda birinci tamamlayırıq. Kubok dağılsaydı yaxşı olardı, amma heç nə olmaz, belə yaxşıyıq. Bunlar ikinci ligaya çıxmaq üçün playofflardır. Frankfurt qazanıb Almaniya kubokunu. Bunları tez-tez keçək. Və buradan qalanı basırıq. Və Almaniya ikinci ligindəyik.
Və dostlar, görək burada bizdən çıxanlar düşüb. Və dostlar, videonu burada bitirirəm. Həqiqətən də çox yoruldum. Demək olar ki, görün neçə dəqiqədir kayıtdayam. Yəni 2 sezon simülə elədik. Bu da 3-cü sezondur. Çalışdığım qədər sizə dediyim kimi videolar atacağım. Yəni sizlər də bir dənə like-uza əks eləməyin bu videodan. Like'lar gəldikcə mən görüb daha həvəsə gəlib tez atacağım videonu. Videonu burada bitirirəm. Özünüzə yaxşı baxın. İkinci bölümdə görüşərik.